Salam aleyküm, əziz dostlar, xoş gördük. Bu gün də sümürgəçilik haqda oxuduğumuz kitabdan bir səfə oxumaq istəyirəm. Heç olmazsa çalışım ki, bir səfə oxuyum. Kitabın adı Sümürgəcinin portresi və sümürgələşdirənin portresidir. Albert Memi Tunesti yazıbdı bunu hududən fikirləm ki 50-60 il bundan öncə. Və mən bu kitabın 47-ci səhifəsini oxuram. Dostlar əgər istəyirlər bu kitabı print eləyələr və oxuyələr, çap eləyələr, oxuyələr. Mənim Telegram səhifəmdən ya da ki istəsələr mən göndərirəm ya da ki getsinlər turuz.com-a ki Türk dilində kitabları qoyublar. Bu kitabı da son günlərdə qoydular ora və oradan indirib çap eləyə bilərsiniz. Əlbəttə orada çoxlu kitablar var ki, dostlar, təhqiqlər, Türkiyə və Azərbaycan Cumhuriyyətində olmuş təhqiqlər, universitet məqalələri, təhqiqləri ki, orada indirib oxuya bilərsiniz. Dünənləri 47-ci səhifəni başladıq, amma bir paragraf oxuduq, bir bənd oxuduq, daha davam vermədik. Ərz edeyim ki, bəhsi ki burada yazar qoyubdu, başlığının adı Milliyyətçilik və Sol. Bu haqda danışır. İndi mən eləyə bilərəm ki, elə fəqət oxuyam, dünən oxuduğumuzu gələn birinci bəndə ki, bəlli olsun nə deyir. Burada çağdaş solun tarihinin ən tühəf bölümlərindən biri ilə qarşı-qarşıyayız. Bu bölümə Milliyyətçilik və Sol başlığı verilə bilir. Solcunun sümürgə sorunu karşısında, solcunun sümürgə sorunu karşısındaki tutumu bunun bir paragrafdır. Solcu və sümürgecinin yaşadığı insani ilişkilər, sümürgeciliyi reddediş və yaşayış tarzı da bir diğer paragrafdır. Pəs dedi ki, solcuların sümürgə haqqında düşündükləri sümürgəçi ilə sümürgələşdirilənin ilgisi və yaşamları haqqında da bir paragrafdan izafə danışmayıbdır solcular. Yəni, onlar ki, komünistlər, sosialistlər bu məsələdə gərək danışmış olsunlar. Geçən bu kitabdan heç olmasa sonra. Amma danışmayıblar zahirəndə. Çünki əgər danışsaydılar, İranda yaşayan solcular inqilabdan qabaq heç olmasa bunlarla tanış olardılar ki, bunlar sümürgəçi nədir? Amma sümürgə və sümürgə məsələsində onlar danışmayıblar. İndi buradan bu üzə başlayırıq kitabı bugün oxumağa. Deyir ki, Avropa solu milliyyətçilik karşısında inkar edilməz bir rahatsızlıq vardır. Pəs Avropada olan millətlərdə fərq eləməz hangi dildə olur olsun, bunların bir milliyyətçilik haqqında bir rahatsız edən, yəni inkar edilməz, yəni eləmək olmaz ki, onu inkar eləyək, belə bir rahatsız bir yol var. Yəni, çox bir narahat edici bir tutum tutublar. Görək nə tutublar? Sosyalizm internasyonalist bir eyləmə sahib olmaq için o kadar uzun süre çaba harcadı ki, bu gelenek onun doktrininə bağlanmış və təməl ilkələrinin bir parçasını ulaştırmış gibi duyurdu. Deyir ki, sosyalizm dedik ki, dünənləri sol cibhəsi çoxdur. Sol cibhəsində düşüncələr çox fərqlidir. Komünist başlığı altında başlayır, sosyalizm başlığının altında başlayır. Amma bunların içində məsələn Leninist var, Stalinist var, Qrupaçovizm var. Hətta bu günləri görüşəndir ki, bəzən İranda da geçmiş Türkiyə Şurəvinin bayrağını götürürlər o orağla ulduzu və gedirlər, yəni hələ var.
Eyni halda məsələn Maoizm var, Çinin son əhvalatı var, Fidel Castro var, hələ onun son əhvalatı vardı. Bunlar da görürük ki, çoxlu solçuluq var. Deyir ki, amma bunların içində Avropanın üstündə, yəni Avropanın üstündə bəhs edilir. Deyir ki, sosializm internasional, internasionalist dostlar, əvvəl bir neçə seminar qoydular komünistlər dünyada ki, onlara internasional deyirdilər. Yəni dünya millətçiliyi. Daxil olmaq anlamındadır və nasional da cəmiyyət. Internasional belə olurdu ki, yəni beynəlmiləl millətçilik. Bu anlama gəlir. Amma indi orada bu bir adıdır, şey deyildi, mənadaş bir ad idi. Yəni bir də beynəlmiləl iclas, solçuların beynəlmiləl iclası ki, İrandan da gedən olurdu, Rusiyadan, hər yerdən ki, solçu vardı, gedirdilər o cələsi. Ona deyir international, o bir ad idi əslində. Deyir ki, sosializm international bir eyləm dostlar, əməliyyat, rəftar, davranış. Bir beləsi deyir ki, beynəlmiləl səviyyədə, biz türkcə buna ulusal deyirik. Uluslar arası bir səviyyədə eyləmə girmək ya eyləmə sahib olmaq üçün, bir işə, bir gücə sahib olmaq üçün o kadar uzun sürə çaba harcadı ki, deyir, o qədər uzun sürə, uzun zaman çalışdı, çaba sərf etdi, ya çaba harcadı, yəni ki, çox çalışdı. Uzun sürə. Bu gələnək onun doktrinə bağlanmış, deyir ki, bu gələnək, yəni bu seminarları qurmaq, beynəlmiləl seminar, onun gələnəklərinə, adətinə, yaxşı ürfünə çevrildi. Ya onun gələnək təqribən ürf olur, ürfünə çevrildi. Yəni onun bir təbii bir şey oldu, beləsi deyək. Gələnək olur təbii, tarixdən gələnək bir şey. O qədərdir uzun bunlar oldu elə. Deyir ki, harcadır bu gələnək onun doktrininə. Doktrin dostlar, yəni siyasi, fəlsəfi düşüncə. Fəlsəfə əslində bir adama deyir ki, filanca 4 kilo alıbdı, yəni taza bir nəzər qurubdu, taza bir yol tapıbdı, fikir, düşüncə tapıbdı. Bu doktrin odur. Yəni deyir ki, bunların seminar qoymaq bunların düşüncəsinə çevrildi. İranda da seminar qoymaq bir kilasdır. Yəni ki, biz bu səthə yetişmişik, amma belə fəqət kilasdır da, yəni bir ayrı bir şey içindən çıxmır. Doktrinə bağlanmış, ona bağlandı, düşüncələrinə bağlandı seminar qurmaq. Elə indi də biri istəyək kommunistin tarixindən danışa, hətta bizim Eyvəz Taha cənabları istir kommunizmə görə danışsın, ya tarixinə görə danışsın, böyle o internasionalizmdən başlayır. Ərz edeyim ki, deyir, və təməl ilkələrinin, ilkə dostlar, usul, payə. Mən dünən müqəddəmədə dedim, müqəddəmədə olur, amma ilkə çox, yəni usullar. Məsələn, farsda deyir, usul-i əvvəliyyə. Payalar, o. Bunun türkçəsi, usul-i əvvəliyyənin türkçəsi ilkələr. İlkələr, usul-i əvvəliyyə. Bu daha bizə yaxşı. İlkə və ilkələr, bunu bilək ki, yəni usul-i əvvəliyyə ki, həm usul, həm əvvəliyyə ikisi də ərəbcədir və farsların buna mənası yoxdur, kəlməsi yoxdur. Deyir ki, ilkələrin bir parçasını oluşturmuş gibi duruyordu. Deyir ki, və onların bu seminarı qoymaq, internasional seminarı qoymaq, onların, yəni solçuların, Avropa sosialistlərinin bir şeyləri, ilkələrinin bir parçasını oluşturdu, yəni təşkil verdi. Oluşturmaq ərəbcə təşkildir. Təşkil sözüdür. Duruyordu, yəni görünürdü, oldu, belə görünürdü ki, sosializm, bu cələsiləri qurmaq, internasional cələsələri qurmaq bunların bir parçasıdır, düşüncələrin, döktürünün bir parçasıdır, fəlsəfi düşüncələrin bir parçasıdır. Benim kuşağımın solcuları, mənim kuşağımın solcuları arasında milliyetçi sözcüyü düşmanlıkla değilse de
hala kuşkuyla karşılanır. Mənim burada deyir ki, mənim kuşağım. Kuşaq dostlar, beləsi deyək ki, cuşə. Farsca deyilir cuşə. Məsələn, fikir edin beləsi, bu mənanı beləsi olaq. Qədim məscidlərdə ya o yerlərdə ki, insanlar orada dərs oxurdular, ya hər nə iş görürdülər, hər kəsin bir cuşədə orada özü-özünə keçinirdi. Buna deyirlər quşaq, ora mənim quşağımdır. Tamam. İndi deyir ki, dostlar, bu deyir ki, mənim quşağım, yəni gedib bu Fransa'dan çıxıb gedib Tunisə, Tunisdə olduğu yerdə. Deyir mənim quşağım, yəni mənim bu olduğum yer. Bunu istəyirsən. Mənim quşağım solcuları, mənim yəni olduğum yerin solcuları, bizim türkçülər, məsələn Azərbaycanlı solcular, ya Qəşqai solcular, ya Türkçəmən solcular, diqqət buyurun, bunu istəyir desin. İndi bunu deyir ki, solcuları arasında, bunların arasında milliyyətçi sözü, milliyyət sözünü ağza gətirmək. Deyəsiniz, mən milliyyətçiyəm, mən Azərbaycancıyam, mən türkçəyəm. Bu sözü deyəsiniz, bu üç dananı. Burada elə milliyyət sözünü salıb şey arasına, dırnaq arasına. Yəni ki, bu hangi milli, Tunesli. Deyəsən, mən Tunesliyəm, Tunesçiyəm, bu söz. Onu istir desin. Düşmanlıq deyilsə də, deyir, onlarla, solcularla düşmanlıq olmasa da, düşmanlıq deyilsə də, nədir bəs? Hala, yəni hələ də kuşkuyla karşılanır. Milliyyətçi sözü hələ də ki var, kuşkuyla, şəklə karşılanır. İndi baxın bizim solçularımıza, Azərbaycancı solçular, Qəşqay solçular, Türkçəmən solçular, Ərəb solçular, Lor solçular, Ciylək solçular, Mazen solçular, Bəluç solçular, baxın bunlara. Bunların hamısı İranda əslən deyəndə ki, biz Ərəbuq, biz Türküq, biz Bəluçuq, biz Qəşqayuq, biz Loruq, biz Ciyləküq, biz Mazenuq. Bunlar sizi düşmən görürlər. Kimin düşməni? İranın düşməni. Sümürcətinin. Necə ki, bu indi deyəcəkdir, açacaqdır. Mən də onu deyəcəm. Necə ki, Tunesdə solçular deyəndə ki, biz Tunesliyuq, Tunesçiliyuq, deyirlər, siz Fransənin ya Rusun qabağındasınız. Və sizi düşmən görürdülər. Mənim bu günləri nəzərimə gəl, bilmirəm, telefonumu tərpədirəm, ya ilə mənim telefonum, gözüm tərpəşir. Pəs solçuların belə bir marağı var. Mən deyirdim ki, fəqət İranda belədir. Yəni İranda solçular İrancı solçuladırlar. Pan-İranist solçudular, pan-Fars solçudular. Mən deyirdim fəqət İranda belədir. Ki, məsələn, türk solçu hətmən gərək türk millətçiliyinin düşmən olan. Yəni biz indi dostlarımızın yazdıqlarında görürük, danışıqlarında görürük bunları. Hamısı belədir nəzərə gəlir. Yəni solçularımıza baxanda görürük ki, Təbrizli solçudur, Ərdəbilli solçudur, Urmiyəli solçudur, amma solçudur. Yəni özün ya komünist bilir, ya sosialist bilir. Hətta biri mən elə oran şəhərdə, Torontoda yaşır, türkdür. Əgər səhv eləmişsəm Ərdəbillidir, Ərdəbil iyalətindəndir hər halda. Məsələn, o gözəl Ərdəbil ağzı ilə, ləhcəsi ilə də danışır türkcəni, amma çox kürtçüdür, İrancıdır ta Azərbaycancı. Yəni onun düşüncəsində solçuluq, İrancılıq və sonra kürtçülük əsasındadır. O halda ki, əgər sən Azərbaycanlısan, əgər sən türksən, sənin birinci düşüncən budur ki, bu milləti mən nə cür bu çətinlikdən qutarım. Çünki mən türkəm, mən türk millətinin dərdini çəkməliyəm. Yoxsa mən türkəm, ya İran və farsların dərdini çəkirəm, ya kürdlərin. Bu bir növ əcibə ilinasyondur, mürəkkəb ilinasyondur. Yəni bu bir miqdar ayılıbdır ki, tamam, burada bir İran var, sümürgəçiliyi var, kürdlər də burada yazıqdırlar. Amma niyə mən yazıq deyiləm, niyə ərəblər, bəluçlar, obrislər yazıq deyil, bunu düşünmür. Bunun üçün bu dostumuz, mən Günas TV-yə də bunu gətirərdim. Çox ağıllı adamdır, ustad danışqahdır, düşüncə sahibidir, məcəllə çıxadır, kürdlərin hizbiləri ilə işləyir. Ona görə mənim nəzərimə çox kürdçüdür. Çünki kürdlərin hizbiləri ilə işləyir. Mən bunu
neçə dəfə həm Günas TV-də demişəm, həm burada da demişəm, bir dəfə də deyim. Dostlar, o adamlar ki bir işə girirlər ya bir iddia adamla dost olurlar, istəməz bizim məsələmiz də var da, deyir ki, atı atın yanına bağlasan, həmrəh də olmasa həm xuy olar. İndi əgər bir türkü kürdün yanına bağlasan, kürd də olmasa kürdləşər. Necə ki bir farsın yanına bağlasan, fars da olmasa farslaşar. Onun üçün bizim İranda siyasilərimiz, düşünürlərimiz şah zamanı məşrutədən biraz sonradan, məşrutədən hətta bir 10 il qabaqdan bu günə qədər hamısı farslardan iş aldıqları üçün, fars hakimiyyətdə olduğu üçün tamam siyasi düşüncələrdə fars əsasındadır və İrancılıq əsasındadır. Bu haqda da bu günləri bir yazı başlamışam, yazıram. 2-3 gün bundan qabaqki bu dərsin altında, videosunun altında, öz weblogumda. Umarım ki, bu gün qutaram. Yenə də deyirəm, dostlar, mən bunları edit eləmirəm. Əgər bir moqey dostlar keçsələr, onu oxusalar, təəccüb eləməyin ki, çox qarma-qarışıqdır, çox qələti imlayisi çoxdur, çox yazı qələti yəni çoxdur, imlayisi yəni yazı. Yazı qələti çoxdur, çox cümlələr mümkündür, düz olmaya. Bunları saxlayıram ki, soralar. Çünki vaqəən yetişmirəm. Dünənləri fəqət bir günün yazmaq üçün 11 saat mən yazı yazmağa, fikirləşməyə vaxt qoydum. Əgər istəyirdim onu islah eləyəm, düzəldəm, oxumağa hazır olsun. Heç olmasa 3-4 saatda çəkəcəyim. Onun üçün bunları feilən yazıram ki, dərslərdən dalıya qalmayayım. Hələ feilən fikir, düşüncələrimi töküm bir yazı üstünə. Sonra onları islah eləməyə da vaxt elərəm, ömür olsa. İndi dedi ki, mənim quşağımdakı solçular belə hala millətçilik sözünə və düşüncəsinə bir düşmən kimi baxmasalar, kuşku şəklə, tərdidlə baxır. Kuşku şək və söz ki, tərdid ki, hər ikisi ərəbcədir, onun türkçəsidir. Yanaşırlar ya yəni yaxınlaşırlar. Qarşılanırlar, yəni qabağına çıxırlar. Kuşku ilə qabağına çıxırlar bu sözün. Qarşılanır, bu söz o cürsü qarşılanır, yəni qabağına çıxılır. Sosializmin internasyonal vatanı SSCB xülasə olaraq burada incələməyəcək qədər uzun nədənlərlə ulusal bir ölkə olaraq kəndini ortaya koyunca bunu yapmasının nədənləri ən sofu hayranlarının çoğuna belə ikna edici gəlmədi. Dostlar, diqqət buyurun, burada 2 dənə məhfumdan danışacaqdır. Bir sufular. Sufular da biz sufi, farsda sufi deyirlər, biz sofu deyirik da. Sofular ki, Səfəviyyə dövrəsində hökumət qurmağa çıxdılar sofular. Buradan bilirik ki, sofular çox dünya vətənli düşünmürlər. Çünki Azərbaycanı türklərdən, Osmanlı türkündən ayırıb bir müstəqil hökumət eləməyə çalışdılar. O qədər İran, bugün İran deyilən və bundan böyük şeylər ki, sonra getdi sonra getdi Səfəvi ailəsinin hökmünün altına, onların hamısı Osmanlı idi. Dostlar. Hətta çox uzatmayayım. Onlar sufilər ki, özlərin bu da gəlir və mən bu telefonları çalışıram. Olmasın, amma gəlirlər, sonra da səs də biraz xərab olur. Sufilər indidəki vardı. Bunlar çox, məsələn, insanlığa fikirləşirlər. İnsanlıq deyə danışırlar. Amma indi görək, bu, yəni, bir növ cahan vətəni də, farsça deyiblər, bunu cahan vətəni düşünürlər. İnternasyonal düşünürlər. Amma indi görək ki, nə deyir? Bu adam deyir ki, sosializmin internasyonal vətəni, internasyonal vətən, yəni beynəlmiləl, kürə üzü vətən, insan vətəni.
Elə indi də bu şeyləri İran solçularını danışdıranda, Tudəliləri, filanları, Bəhmanları, tamam solçular da dedim. O qədər çoxdur ki, İranda adlarını saymaqla gəlmə, qutarmaz. Deyir ki, bunlar belə indi danışanda, sizi danışanda deyəcəklər, ağa insanlıq, necə ki vətən filan, bunlar adam öldürmək üçündür, siyasətlər düzəldir. Bir dənə vaqiiyyətdir. Baxın, bunu qəbul eləyək ki, bu günləri məmləkətlər, mərziləri bəlli, onu da qorumaq üçün silahlı adamları var, adam öldürürlər. Bu bir vaqei durumdur. Bundan qaçınmaz olmaz. Onlar ki, hətta bununla danışırlar, məsələn, Rusçudular. Ya Çinçidirlər, ya Kubalıdırlar ki, sərhədləri var. Siz ora gedəndə, hətta indi mən duram gedəm Kubaya, 2 saata buradan təyyarə yoludur, 3 saata, neçə saata duram gedəm Kubaya, məndən pasport alacaq ora girmək üçün. Və məndən orada 2 qat pul alacaq. Yəni oranın özünün bir pezodur ya dolardır, bilmirəm. O adda pulları var. Yol. Onun bir danası Kubalıların özünədir, bir də xaricədən gedənlərə ki, biz istəyək ki, onlar üçündür. O xaricədən gedənlər dəqiqən $1 Amerikadır, müadili və şeydəki də, özlərinki də yarım dolardır ərzişi. İndi bu onu istir deyək ki, internasyonal. Bunlar ki, sosialistlər özlərin internasyonal vətənini tamam kürə bizim vətənimizdir. İnsanın vətəni. Təbii ki, insanlar, bir cürə insan var yer üzündə və bu bir cürə insanın da, əlbəttə indi bəzilər müxalifət edirlər ki, bir cürə insan yoxdur. Neçə cürə insan vardır və bunların da yaranışları bir-biri ilə fərqlidir. Belə bir şey düşünənlər var. Bilmirəm nə qədər düzdür, nə qədər düz deyil, elmi bundan nə edəcək, gələcək da bunu hələ bilmirik. Amma fiilən o qavram, nəcatpərəstlik qavramına görə bunun üstü biraz örtülməyə çalışılır. Bu gəlməsin üstə. Çünki hakimiyyətlərə zərər edir. Siz desəz ki, nəcat var, onlara zərər edir. Çünki onlar çalışırlar, nəcatları çevrələr bir ayrı anlamda işlədirlər ki, buna görə mən uzun dünən yazmışım. Deyir ki, sosializmin internasyonal dediği vətən SSCB adıyla deyir, yazsaq bunu gələr. 2 dana S, bir dana C, bir dana B yazsaq gələr. Burada deyir, nədə incələməyəcək qədər uzun nədənləri var. Deyir, bunu halımız yoxdur ki, bunu o da incəliyək, təhqiq eləyək burada. Niyə? Çünki əsli məsələmiz var. Deyir ki, ulusal bir ülkə olaraq kəndini ortaya koyunca. Deyir ki, bu internasyonal vətən özün bir ulusal, beynəlmiləl, ulusal, beynəlmiləl bir vətən. Ölkə dostlar, ölkə vətəndir da, ölkə, torpaq olaraq kəndini ortaya koyunca, deyir, özünü ortaya koydu, koyanda nə oldu? Görək ki, nə olacaq? Koyunca bunu yapmasının nədənləri ən sofu. Deyir, bu fikrin yapmasının, ortaya koymasının fikrin səbəbləri, nədənləri ən sofu. Sofu dedikdə sufi həman. Sofu hayranlarının, sofuçuların, sofu hayranları ya sofuçuluq ideolojisi da. Yəni bu dalışçı gedənlərin çoğuna belə iqna edici olmadı. Deyir ki, çox bu sofuların bir çoxun belə qane eləmədi. İqna edici olmadı. İqna ərəbcədir, qəni sözündəndir. İqna edici, burada bizdə iqna deyilir. İqna edici değildi, tamam. Ya gəlmədi. Son zamanlarda hatırlanacağı üzere nazizmin təhdid ettiği halkların hükümetleri kısa bir tereddütten sonra biraz unutulmuş ulusal tepkiler başvurdular. Deyir ki, son zamanlarda, yani bilirsiniz de bu kitap yazılanda Naziler, yani Almanın nəcatpərəst, ifrati, həmləci
solçuları. Onların nasyonalistləri, nazistləri solçu idilər elə bir. Belə nəzərə gəlir. Amma hər halda o sağçı hesablanırlar. Sağçı nəcatpərəst hesablanırlar. İfrati dediğim saldırıcı. Dünən dedim ben, saldırıcı nəcatpərəst. Dünyada biz xüsusilə müxalifiq, dünyada bunları sözdə müxalifdir, amma əməldə icra edirlər. Bunu da dünyanın bir çox yerində görürük. Fransada çox görünür. Son zamanlarda Amerikada çox göründü. Keçən 10 ildə hududən çox göründü. İranda, Hindistanda, Çində bunlar çox ciddi yaşanırlar. Çox ciddi. Bunu ki, rahatca əlimizdə də tuta bilək. Bunun da yekə olmasının bir iradı var. Deyir ki, son zamanlarda nazizmi biz deyirik. Burada nazizmi yazıbdır. Nazizmin, yəni nazıçılığın gene də o pan dəlici də, bu da pan nazizm məsələn beləsi. Təhdid etdiyi, təhdid hədə ərbə gəldiyi bizdə deyirik. Hədə hərbə, təhdid qorxu. Təhdid qorxu gəldiyi halkların hökumətləri, o halkları ki təhdid edirdi, onların hökumətləri Nazi dövrəsində nə oldu? Deyir ki, hatırlanacağı üzərə yada düşmək, xatırlanmaq ərəbcə sözdür, yada düşmək də farscadır. Deyir ki, yada xatırlanacağı qədər mən yenə də bunu qatışdırdım. Nazizmin təhdidi etdiyi hatırlanacağı üzərə nazizmin təhdid etdiyi hökumətləri, halkların hökumətləri kısa bir tərəddüddən sonra bir az şək elədilər ki, solçularla neynəsinlər. Onacan solçuluğuna savaşırlar. Amma onda solçularla neynəyək? Üzr istəyirəm. Bu Almanların qabağında solçularla nəcür eləyək? Çünki Rusiyada o zaman İttihat Cəmaəti Şurəvidə. Bu da şeydi, solçu idi. Deyir, bunlarla neynəyək? Biraz qısa tərəddüddən, şəkdən sonra biraz unutulmuş ulusal təpkiləri baş vurdular. Deyir ki, bir az unutdular. Yəni o solçuluğu biraz unutdular. Solçuluğun işlərini biraz unutdular, yaddan çıxartdılar. Unutmaq, yaddan çıxartmaq. Farsça fəramuşgərdə. Ulusal təpkilərə baş vurdular. Deyir ki, beynəlmiləl əksül əməl. Təpkilərə baş vurdular, yəni o təpki göstərdilər. Tamam, görək nə olur. Bu kəz Rusiya örneği ilə oynanan işçi partiləri əsgərləri arasında ulusal qurunun gücünü sürdürdüğünü kəşf etdi. Deyir ki, bu səfər, yəni indiki belə oldu, bu kəz Rusiya örneğinin, Rusiya misalını, yəni indi Rusiyanı ülgü götürdülər solçular özlərinə. Örneğini oyanan, örneği ilə oyanan solçular ki Rusiyanın güc tapması ilə özlərinə gəldilər solçular Avropada. Oradan biraz dövlətlər dediyində onları biraz ağır tutmuşdu. Oyanan işçi partiləri, yuxudan duran, ayılan, özünə gələn işçi hizbilər partiləri nə edilər? Əskərləri arasında ulusal beynəlmiləl əskər dostlar, o türkçə sözdür, ərəbcə deyil. Əskəriyyə, əskəri deyirlər ki, imamlar məsələn əskəriyyədə zindan olmuşlar, yəni padiqanda. Biraz nəzərə gəlir ki, əcibdir. Çünki o zaman padiqan yox idi dostlar. Ola bilər ki, məsələn, bir şəhri gediblər orada, oranı işğal ediblər, orada özlərini ev-eşik düzəldiblər, yaşayıblar. Amma ordu şəklində, bir də ki, qədim ordu bu şəkildə deyildi ki, indi var. Ordu savaşdan savaşa gedərdilər, deyərdilər ki, məsələn, fətva verdilər ki, gəlin gedirik cəhada.
Oradan buradan hər kəsin cihada əlaqəsi vardı. 10 yaşı da olsaydı bir əlinə bir qazma götürərdi, dəhrə götürərdi. Silahlar bu idi. Yəni adam öz silahını gətirərdi. Hətta bu filmlərdə baxsaz görürsünüz, silahlar fərqlidir. Əlbəttə indi bunlar şey eləyiblər, sistematik eləyiblər. Belə deyildi. Yəni bir adam dəhrəsi var, dəhrəsini götürür. Biri baltası var, baltasını götürürdü. Düşürdülər yola, gedirik savaşa. Bıçağı var, bıçağı bağlırdı ağacın başına, özünə neyzə düzəldirdi. Gedirik savaşa, durdular, gəlirlər, savaşırdılar. Sonra da əgər çox uzağa gəlsəydilər, elə orada evlənirdilər o şəhərdə, orada da yaşırdılar, qalırdılar. Bir dönüb uzağa gedilər ki, hələ dədə-nənəmiz bilmirik, diri qalıb, ölü qalıb ki, onların yanında. Hər halda deyir ki, əskəri itirdik. Əskəri arasında ulusal qururunun gücünü sürdürdüyünü kəşf etdi. Deyir ki, bu partilər o əskəri gücün, Rusiyanın əskəri gücünün qururunu, qurur da ki bilirik, elə qururdur, onun qururunu, gücünü, qururun gücünü və o ordunun gücünü sürdürdüyünü, yəni davam etdiyini kəşf etdi, tapdı və bu çağrıya uyub və o Rusların çağırmasına, yəni bir növ gəlin güclənək də ona uyub, ona uydular, yəni onu qəbul etdilər. Uymaq nə cürdür? Bizlərin hamımız farsçılığa və İrançılığa uyumuşuq. Bu onlar uyuq. Zahirən ayığıq, zahirən millətdən danışırıq, vətəndən, amma əslində bizim zehnimiz farsçılığa uyubdur. Çünki uşaqlıqdan bunu doldurublar bizim beynimizə. Uyub işbirliyinə getdilər. Deyir ki, və Ruslarla, yəni dövlətlər bu solçu hizblərlə ki, Avropada Rusiyanın qalxması ilə solçu Rusiyanın qalxması ilə Şurəvinin qalxması ilə bunlar da bir özlərinə həyəcan qatdılar. O ordunun, Qızıl Ordu deyirdilər də Rusiya ordusuna. Qızıl Ordunun hərəkəti ilə, ayağa qalxması ilə bunlar da özlərinə özgüvən gətirdilər, qürurlandılar. Deyir, bunlar nə etdilər? Ondan şey oldular, işbirliyə qalxdılar. Yəni Avropa dövlətləri bu hizblərlə işbirliyə başladılar. Solçu işlərlə. Fransız Komünist Partisi belə bunu kəndi yararı üçün kullandı. Deyir, hətta Fransa'nın solçu Komünist Partisi, Fransa'nın pəs Komünist hizbi də belə bunu, yəni bu zamanda bu Rusiyanın bu gücündən belə bunu kəndi yararı üçün öz yarar mənfəət, kar, fayda, kəndi yararı üçün neynədi? Kullandı, istifadə elədi. Bu vəziyyətdən, yəni Rusiyanın gücündən öz mənfəəti üçün istifadə elədi. Neynəsin, görək neynədi. Və ulusal parti olduğunu iddia edərək 3 renkli bayrağı və Fransız milli marşı Marselleyi bünyəsinə katdı. Deyir, belə bir su istifadə elədi. Nə cür bir su istifadə elədi? Dedi ki, bu hizb gəldi, dedi ki, əvvələn, qoyun mən bunu tapım, yarı için kullandı və ulusal parti, dedi, mənim adımı değiştirən Komünist Partidən ulusal parti, beynəlmiləl partiyəm mən, hizbə. Ulusal parti olduğunu iddia edərək, etdi. Edərək, yəni eləyəndən sonra da bir işlər gördü. Neynədi? 3 renkli bayrağı, Fransa'nın 3 renkli bir bayrağı var da, deyir. Onu və Fransız milli marşı, Fransa'nın milli marşı var da, ha, ordu çalır. Onu, adı da nədir? Marselləni də bu niyəsinə, yəni özünün fikrinin, düşüncəsinin içinə katdı. Özünün bünyəsinə katdı, yəni özünə katdı da. Onu da dedi ki, bu da mənimdir. Əvvəl gəldi, dedi, mən ulusal bir beynəlmiləl bir hizbəm, ya milli bir hizbəm, ulusal. Burada görün dəqiqən dedi, bəli. Ulusal, dostlar, fikrim ki, beynəlmiləl olmayacaq. Ulusal olacaq milli. Milli. Üz istəyirəm, mən bunu islah edeyim. Milli, ulusal, yəni milli.
Milli dedi mən bir hizbəm. Qabaqca demişdi komünist, adını çevirdi dedi mən milli hizbəm, adını qoydu milli hizb. Və sonra da o Fransa'nın üçrəngi bayrağını dedi mənim bayrağımdır və marşı da dedi mənim marşımdır. Tutuldu. Bunu özünə çıxdı. Gənc Amerikanın savaştan sonra o eski uluslarda yatırım yapmasına karşı egemen olan da yine bu taktik ya da bu diriliş oldu. Diyor ki gənc Amerika, bakın gənc Amerikanı koyur əskilərin qabağına. Deyir ki Avropa, Çin, Hindistan, İngiliz, Avropa dövlətləri də, Fransa, Alman, İngilistan, onlar oradakı vardılar. Onlar Rusiya, məsələn Çin, Hind, İran əski dövlət deyil. Bunu yadımızda saxlayaq. İran çox gənc bir dövlət, çox cavan bir dövlətdir. İran adında dövlət tarix boyu olmayıbdı. Bu bir yalandır. Hər yerdə gördünüz, bunu inanın ki yalandır. Biz eləyə bildik bir dana torpağın adını, məsələn Kəlanın adını, deyək ki Kəlan mənim kəndimdə. Kəlan kəfşəni, mərziləri bəllidir. Kəlanın mərzi var. Bu bəllidir. Bu ağa elə milyon ildir buradadır, adı da Kəlandır. Bunu iddia edir, amma mümkün 100 il bundan qabaq, 500 il bundan bura anda bir ayrı bir şeydir. Ya bir ayrı qüdrətin altındadır. Torpaq bir şeydir, siyasi bir şeydir. Siyasət, dövlət bir ayrı bir şeydir. Dövlətlər eləyə bilərlər, gəlib işğal eləyərlər, dəyişdirərlər. Elə o ləhzə ki, hətta misalını da vurduq da, bu kitabda da vurduq, o qabaqçı kitabda da vurduq. Ola bilər ki, bir günün içində bir məmləkətin 3 hakimiyyət ola, siz bunu tarixdə 3 dövrə böləcəksiniz. Məsələn, beləsi deyək. O zaman ki, 2-ci Dünya Savaşı düşür, Avropalılar, Ruslar gəlirlər, İran adlı məmləkəti əllərinə alırlar. O günəcən ki, bunlar gəlib Tehranı almayıblar, adı İrandır. O gün ki, əllərindən alırlar, İran aradan gedir, İran adında məmləkət yoxdur. Ta 3 günəcən İran adında məmləkət yoxdur. Hətta Tehranın yarısı Rusların əlindədir, yarısı İngilislərin əlindədir. Elə ki, Məhəmməd Rizanı, Riza Şahı ki, oradan sürürlər. Məhəmməd Rizanı iş üstə gətirirlər, qəbul edirlər ki, bura İrandır, qəbul edirlər. Yəni, onlar Məhəmməd Riza ilə bu təvafuq etişirlər. Sən bizim əlimizin altında olacaqsan, bizim sözümüzə baxacaqsan, biz dediyimizi eləyəcəksən, sənin siyasətin yoxdur, hər nədir, sən burada dekorsan duracaqsan, amma biz də bunun qabağında qəbul eləyəcək bir İran var. O ləhzədən bir İran tapılır, amma İran içi işğaldadır. Yarısı Rusun əlində, özləri farslar yazdığı tarixə görə, yarısı Tehranın da hatta, Tehranın yarısı Rusun əlində, yarısı İngilisin əlində, ortada da bu ikisinin verdiği bir saxtıman var, bina var. O binada da İran şahlıq edir zahirdə. Amma İran adı var, amma əməldə yoxdur. Çünki məmləkət işğaldadır. Bunun üçün bunu bilməliyik. Bəs siyasətdə biz danışanda bunları eləyə bilirik ki, bu torpaqlar yer kürəsi düzələndən var. Təbii ki, bu torpaqlar yer kürəsindən düzələndən var. Amma adı İran deyildi. İran bir siyasi qurumun adıdır. Və bu siyasi qurum sadəcə 1304-də şahlıq dəyişibdi. 1313-də də İran adı rəsmi olubdu. Əlbəttə 1313-də deyiblər, 14-də rəsmi olubdu. Yəni 13-də deyiblər ki, buranın adı İran qoyulacaq bundan bu üzə. Dünya ilə danışıblar o üzə bu üzə. 1314-dən də buranın adı dəyişilibdi. Bu da diqqət buyurun, bu çox önəmlidir. İndi Fransa, Amerika, indi bunu Amerikaya görə bunu dedim, deyək ki, nə mənə. Deyir ki, Gənc Amerika burada, Amerika taza bir dövlətdir. Niyə? Çünki bunun 400 ildir bu düzəlibdir. Dünəncə baxırdım. 400 ildir bura Amerikalılaşıbdır. Yəni Amerika adında bir dövlət burada vardı. Federal bir dövlət. Bunu diqqət buyurun. Federalizmə görə də yenə də mən dünənlər bir çox dərin yazıda bunu yazmışam, açıqlamışam ki, nə cür bir sistemdir və ustanılan nə fərqi var. Bir dəfə də elə bu kitabı oxuyanda demişəm ki, ustanılan nə fərqi var.
ustan, qoyun burada belə deyim, dostlar. İran bir ustani sistemdir, yəni mərkəzi sistemdir. Federal qeyri-mərkəzdir. Bu birinci əsl. İkinci bu ki, federalda millət özü, hər torpağın milləti, hər millət özü, öz idarə sistemini seçər. Yəni özü özünə, deyək ki, məsələn, bir başqan seçər, rəis cumhur. Amma adına rəis cumhur deməzlər. Onun adına deyirlər, məsələn, prime minister. Məsələn, nə bilim, premier. Məsələn, bizdə, Kanadada premier deyirlər. Ona görə deyirlər. Bizdə orada vali, hakim və vali deyirlər. Hakim məmləkətin rəisidir, vali şəhrin rəisidir. Bunu diqqət buyurun ki, fərqlidir. İndi deyir ki, valini federal sistemdə dövlət 3 mərhələdir. Şəhərləri dövlətin millət özü seçər, şəhərdarı, bəli, şuranı seçər. Bunun bir başı olar, şəhərdarı deyirlər. Onu da millət seçər, şura seçməz. Ondan sonra bir dənə iyalət dövləti var. Yəni, məsələn, Azərbaycan dövləti. Azərbaycan dövlətində yenə başın millət seçər, nümayəndələri millət seçər. Ondan sonra bir dənə də məsələn İran dövləti var. O İran dövlətində başın və mərkəzi nümayəndələrini millət seçər. Diqqət buyurdunuz, nəzr oldu. Bir Azərbaycan var, bir İran var. Azərbaycanın içində Təbriz var, Ərdəbil var, nə bilim, Şəbistər var, Xoy var, Urmiyə var, Zəncan var, Qəzvin var, Həmədan var. Bunları da özləri, hər şəhər öz dövlətini seçər. Bunların mərkəzidir. Amma ustandə bunların hamısını mərkəzdən qoyarlar. Bunlar öz millətinə, hər dövlət öz millətinə cavab verər. Və federal rəis cumhur bunları dəyişdirə bilməz, bunlara dixalət eləyə bilməz, bunların qanunların, istərlər bunlar özlərinə qanun qoyarlar ki, o birisi dövlətlərdən fərqli olar. Federal dövlətdə bir qanun qoya bilməz ki, bunların ziddini olar. Bu, yəni müstəqil təqribən %91 müstəqil dövlətlər. Hətta federal dövlətlərdə bunlara izin verirlər ki, istəsələr ayrılsınlar, müstəqil olsunlar. Amma onlar milli mənafelərinin daha çox təzmin olduğu üçün federal dövlətdə qalmaq istərlər. Çünki bunu istəyi ilə yapışıblar. Və istəsələr də çıxarlar. İndi, gənc Amerika buradan gəlir, dostlar. Ki, çox gənc, taza bir dövlətdir, taza bir sistemdir. Gənc Amerikanın savaşdan sonra o əski uluslardakı, əski uluslar o birisi millətlər. Gənc Amerika var, bir də əski uluslar, əski millətlər, ulus millətlər dedik. Savaşdan sonra əski uluslar, yəni İngilistan, Amerika, Alman, Amerikanı çıxınca, İngilistan, Fransa, Alman, Rusiya və bunlar ki olmuşlar. O cümlədən hətta İran adlanan yer əski uluslarda yatırım yapmasına, yatırım dostlar, sərmayə quzari, yatırım yapmasına ya sərmayə quzari eləmağına. Yatırım yapmaq da bunun terimidir. Türkçədə buna sərmayə quzariyə deyirlər, yatırım yapmaq. İndi diqqət buyurun, yatırım sözü sərmayə ilə görün nə qədər fərq vardır. Siz hər bir şeyi ki qoyursunuz, yatırırsınız bir yerə. Ki orada bir iş olsun, buna yatırım deyirsiniz. Baxın, bir pulu yatırdırsınız banca, orada yatırtmışsınız. Bir pulu qoyursunuz bir işə, yatırdırsınız. Çox gözəl anlamı var sərmayə quzardan. Çünki biz bilmirik ki, sərmayə, məsələn, mənim fikrim sərmayədir. Sizin fikriniz sərmayədir. Qol gücümüz sərmayədir. Bunlar sərmayədir, biz bunların işi ruh. Amma bunlar yatırım deyirlər. Bunlar bizim var yoxumuzdular. Yatırım o şeydir ki, biz onu qazanmışıq, ya ələ gətirmişik hər cürə, dədəmizdən qalıbdır, babalarımızdan qalıbdır, bir xilaf iş görmüşük, ya bir şans əsəri, bir pul qazanmışıq. Bunu aparmışıq, indi bir yerdə yatırım edirik, qoyuruq bir yerə ki, oradan qazanc eləyək. Məsələn, buğda alırıq, dən alırıq, hər cürə, dən alırıq, toxum alırıq, səpirik torpağa. Bu bir yatırımdır. Bir fabrika qoyuruq, orada yatırdırıq bu pulu ki, oradan bir illə, 2 ildən sonra oradan pul qazansın, çıxsın. Çox gözəl anlamı var yatırımın. Deyir ki, Amerikalılar, gənc Amerika neynədir? Bu uluslara yatırım yapmasına karşı əyəmən olan da yenə bu taktı
bu taktiki ya da bu diriliş oldu. Deyir ki, yenə də bunların qabağında, yəni Amerika gəldi bunlara sərmayə qoysun. Bunların qabağında o rusçuluq, dedik da rusçuluq, yəni o solçuluq. Yenə deyir, bunlar nə etdilər? Onun qabağında durmağa çalışdılar. Karşı, yəni onunla müxalif, əcəmən olan da hakim olan, əcəmən hakim, əcəmən ya əyəmən olan da yenə də bu taktik, bu həmin o solçuların da dedik Fransada nə etdilər? O taktik oldu. Ki buna diriliş adı da deyə bilir. Deyir ki, buna diriliş də deyə bilirik orada Fransada. Sosialist bir ideoloji adına kapitalist təhlükəyə karşı savaşmaq yerinə komünist partilər ulusal bir kimliği başka bir ulusal kimliğin karşısına çıkarmayı tercih etti. Dikkat buyurun, burada biraz karışık cümle deyir, ama güzel cümledir. Deyir ki, mən de bunu yavaş yavaş okuyayım. Sosyalist bir ideoloji, sosyalist dedik da, yani toplumsal, toplumun değeri bunlara çoxdur. Sosyalist bir ideoloji adına, bir bu adda da ideoloji adına kapitalist təhlükəyə, kapitalist yəni sərmayədar. Kapital yəni özü sərmayə, kapitalist də sərmayəçi. Kapitalist təhlükəyə qarşı bir sərmayədari xətərinin qabağında durmaq üçün qarşı, yəni zidd, qarşı, onun xətərinə qarşı yerinə komünist partilər, onun yerinə, sərmayədarlığın yerinə komünist partilər, hizblər nə etdilər? Ulusal bir kimliği başka bir ulusal kimliğin karşısına çıkarmayı tercih ettiler. Deyir ki, beynəlmiləl, ulusal, əlbəttə bu dedim də, ulusal milli olur. Milli bir kimliği bir ayrı milli kimliğin qabağına çıxartmağa çalışdılar. Bunu deyir. Yəni, ayrı kimlik nə idi? Fransəlilər deyək ki, sərmayədarı idilər. Elə indi də sərmayə, biraz sosialistlər də. Bu hakimiyyətləri değişəndə değişirdi. Amma məsələn, sosialistlər iş üstə gələndə çox sosialist olurlar. Fransəlilər, obrisilər iş üstə gələndə çox sərmayədarı olurlar. Yəni, hizb gəldikcə o siyasətlər değişir. Hangi hizb gələcəkdir? İndi məsələn, əgər səhv eləməsəm, ultranasyonalist deyirlər də, bu indiki iş üstə vardı, cavan oğlan Fransada, bunlara ultranasyonalist, yəni çox ifrati nasyonalist. Özləri belə deyirlər. Hər halda, pəs dedi ki, sosialist bir ideoloji adına kapitalistlik etdilər əslində bunlar. Deyir ki, sosialist ideolojisinin adı ilə sərmayədariyə keçdilər. Bunu istədilər. Kapitalist təhlükəsi qarşı, yəni sərmayədarının xətərinin qabağında yerinə komünist partilər onun yerinə nə etdilər? Gəldilər də ulusal bir kimliği başka bir ulusal kimliği karşısına çıkarmayı tercih etdilər. Gəldilər dedilər ki, biz əvəzin ki, deyək, biz sosialist sərmayədarı Fransəlilərik, dedilər ki, biz sosialist Fransəlilərik. Kimliyi beləsi değiştirməyi tercih etdilər, yəni istədilər, sevdilər. Tercih etmək, yəni üstün görmək. Yəni bu milli fikrin yerinə bir ayrı milli fikir ortaya, ideoloji ortaya gətirmək istədilər. Onun qarşısında, yəni sərmayədarının qarşısında sosialist. Bunu deyir, tamam. Amerikalılarla kapitalistlər də fəna haldə özdeşləşdirildi. Pəs belə oldu. Amerikalılar da, yəni kapitalistlər, Fransa'nın kapitalistləri, sərmayədarları fəna haldə, yəni çox pis halda, ya çox ciddi də deyə bilirik bunu. Fəna bilirik ki, fəna da pis. Amma deyir ki, biz də çox vaxt yarışır, çox, məsələn, nə deyirlər? Çox, məsələn, istəyirik ki, bir şey çox yaxşıdır, məsələn. Deyir ki, çox pis idi.
Məsələn, bunu yaxçılığın biraz o cürsü deyə bilirik. Amma indi bunun misalı zehnimdə deyil. Zehnimə düşsə deyərəm. Kapitalistlər fəna halda özdeşləşdirdilər. Özdeşləşdirdilər, yəni xüsusiləşdilər. Özdeşləşdilər. Özdeşləşmək, yəni nə cür deyək? Xüsusi də, mən xüsusidən sonra falan bir ağırlı bir kəlmə tapmadım. Bütün bunların sonucunda tamam deyil bu Fransa'da olan şeylerin ya bu dünyasal savaştan olan sonucunda sosyalist tavırda milliyetçiliğe yönelik belirgin bir rahatsızlık kuruldu. Deyir ki, bunların hamısının təsirində, sonucunda sosyalist tavrında, sosyalist baxımında və rəftarında, davranışında milliyyətçiliğə qarşı, yəni bu düşüncə, milliyyətçilik düşüncəsinə qarşı, yönəlik qarşı belirgin bir rahatsızlıq, bəlli, gözə görsənən bir narahatlıq doğdu, göründü. Ya görüldü, heç fərq eləmir. Görüldü ya gördük. Yəni gördük ki, onlar milliyyətçiliyinə qarşı, Fransada milliyyətçiliyinə qarşı durdular. Milliyyət sözü ilə. Amma o kimlikləri dəyişdirdilər də, əvəzində şeyləri bunu dəyişdirdilər. Deyir, bununla belə ki, kimlikləri dəyişdilər, bunlar milliyyət sözündən ayrıhan olurdular. Avropada. İşçi partilərinin ideolojisində bir dalğalanma yaşandı. Deyir ki, bu iş olanda işçi partiləri ki, solçu parti, əslən işçi partilər dostlar, o zamandan Karicər, Hezb-i Karicər, deyir, o zamandan başlandı ki, solçu düşüncə gəldi ortaya. Solcu düşüncə Karicərlərin üstə, Marksdan başlandı da. Əlbəttə Marksdan qabaqda var idi, amma Marksdan bu ciddi halətdə başlandı. Karicərlər dedilər ki, biz gərək iş gücün çox mənfəət ələ gətirək, bunun üçün gərək biz birləşək, hizb düzəldək. Gəldilər kapitalistlərin, yəni sərmayədarların qarşısında özlərinin karicərlər güclərini birləndirsinlər. Çünki pul gücü adam gücündən çoxdur dostlar. Bunu qəbul eləyək. Pul gücü adam gücündən çoxdur. Sənin pulun var, eləyə bilərsən 10.000 nəfər adamı işlədəsən, sərbaz eləyəsən özünə. İstihdam edirsən, sizi mən sərbaz kimi istihdam edirəm. Pulun var, onlara hüquq verəcəksən, sizi mən hara göndərdim gedəcəksiniz, nə dedim eləyəcəksiniz. Onlar da bunu qəbul eləyəcəklər, gələcəklər, sənə sərbaz olacaqlar, öləcəklər yolunda. Pulda bu güc var. Çünki pulsuzlar pulu ələ gətirmək üçün gedib sənə istihdam olacaqlar, işləyəcəklər. Və brainwash olacaqlar. Çünki mənim çörəyim oradan gəlir. Onun sözünə baxmasam olmaz. Gərək mən onun sözünə baxam. Onun sözünə baxdığım üçün elə onun sözünə baxan andan brainwash oldum. Əslində mümkün içimdə brainwash olmamışım. Amma ehtiyac, anki farslar deyiblər, anki şiran ra konəd rubəhsəyə, səfət ehtiyac. O şey ki, adamları tülkiyə bənzədər, brainwash elər, ehtiyacdır. Adamın ehtiyacı olmasa, durar qarşısında deyər, mən sənə fikir qəbul eləmirəm. Amma ehtiyacı var, deyir ki, baş məndən oyun gətirsən, gətir də. Bilirsiniz? Acı misalı bunun fuhuşluq da tutmaq olar da. Fuhuşluq da bu cürdür, yəni ehtiyacı vardı. Özün brainwash elir, sonunda qəbul. Əvvəldə müqavimət edir, yox, mən fahişəlik eləmərəm, falan, özümü satmıram. Amma yavaş-yavaş bu ehtiyac deyir ki, sən məcbursan, bir dəfə gedir, ondan sonra biraz rahatlaşır, ikinci dəfə çox rahatlaşır, üçüncü, beşinci, 10-cu dəfə də buna təbii olur. Elə bu mənə iş oldu. Da bundan sonra da vicdanzat deyə bir şey yoxdur, rahat olsun. Mənim ehtiyacım var, bu pulu qazanmalıyam, bu günlər gedəcəm, bu pulu qazanam. Fuhuşluq da budur özün ehtiyac bu adamı məcbur edir ki, brainwash eləsin. Yəni əxlaqi ərzişlərini dəyişdirir, bir ayrı əxlaq ərzişi tapır. Yəni o da budur brainwash oldu. Dünənəcən deyirdi ki, fuhuşluq eləməyəcəm. Bu günləri o qədər dəyişdi ki, ərziş fuhuşluq eləmək, özgələri də fuhuşluğa vadar eləmək, ya oradan pul qazanmaq bir ərziş olur adama. Qiymətli bir şey olur. Doğru gəlir hətta. Adama doğru gəlir. Məsələn, buna misal vursaq, mən treli sürəndə dostlarım var idi, çox müsəlman idilər. Bunlar deyirlər, biz doğuz əti daşıyan maşını sürmərik.
məşrubat, alkollu içkiləri daşıyan maşında sürməli. Mən deyirdim, nə fərq elər mənə işdir da bu. İşdir. Rast gəlmədi heç, amma dedim işdir da, olsa işlərəm. Amma işləyəndən sonra təbii ki, bunu satmağına da indi yanaşıram. İndi əlan məsələn deyirəm ki, bir dükan ola ki, mən orada məşrub ala biləm, o dükana zorun sata alam, orada məşrub satam, okey, bu işdir də, alıram sataram. Yəni beyin değişdi. Bir zaman mən məşrub içməklə müxalif idim. Sonra yavaş-yavaş değişdirdim, məşrub içməklə müxalif olmadım. Özüm içməyim, hər kəs içdir, içsin, okeydir, məndən dost ola bilər, yaşaya bilər, məndən hətta biri evdə qala bilər. Amma sonra da deyirəm ki, mən sata bilirəm. Tamam, bu bir işdir, mən satacağım. Bir də adam bunu istəyir. Yəni zehin üzdən brainwash olur. Özümü brainwash edirəm ehtiyacıma görə. Bəs dostlar, brainwash olmaq bir tərəfi də, bir çox böyük tərəfi brainwash olmaqdır. Şeydir, işdir və ehtiyacdır. Sizin ehtiyacınız olmasa çox əcibə, azad fikir insanlar olarsınız. Amma ehtiyacınız olanda hamıya boyun aya bilirsiniz, hamıya özünüzdən aşağı adamlara bile boyun aya bilirsiniz. Sosyalist tavrı milliyyətçiliyə yönəlik belirgin bir rahatsızlık görüldü. Tamam, bunu oxuduq. İşçi partiləri dedik ki, nə zaman düzəldi? İşçi partilərinin ideolojisində bir dalgalanma yani moc düştü bulanca, bir değişilme oldu. İşçi partiler dediler ki, indi biz neyini yaq? Biz Amerikadan pul almalıyıq, iqtisadımızı düzəldək. Bu tərəfdən də sərmayə olmasa, pul olmasa işləyə bilməyəcəyik. Biz indi neynəməliyik? Burada bir bunların şeylərinə, böhlərinə, ya tumanlarına bit düşdü. İndi neynəyəcəklər? Görək nə olacaqdır? Dalgalanma. Solcu gazetecilər və küşə yazarlarının bu sorunun karşısındakı ehtiyatlı tutumu çox anlamalıdır. Çox anlamalıdır. Deyir ki, nə oldu? Bu hizblər indi hər hizbin özünün ruznaməsi var. İşçilər hizbinin də, yəni karigərlərin hizbinin də özünün. Əlbəttə İranda da karigər hizbi var. Hizbi karigəran. Solcu deyil. Əsla solcu deyil. İslamcıdır. Özdə İslamisi var bir dənə adında. O halda ki, gərək bunun əsli işi bu ola ki, karigərlərin solculuq əsasında haqlarından difa edir. Çünki bunu da deyim. Solculuq dostlar pis bir ideoloji deyil. Solculuq karigərlərə çox rifah verdi. Bimə gətirdi. Bazı nişəstici deyirlər ya əməklik onu gətirdi. Az saatlar işləmək gətirdi. İldə bir neçə gün pul alaraq istirahət gətirdi. Əgər təsadüf eləsə, mərizdəsə ona bir istirahət verdi. Çoxlu imtiyazlar verdi işçilərə, solçuluq. Yəni, amma İranda bunları Hizb-i İslami Kar bunları difa eləməz. Əsla. Əvvələn Hizb-i İslami Karın tamam üstdən aşağı hamısı ki indi də Təbrizdə şey olubdu, üzvü şura olubdu. Hamısı ittilaat adamıdılar. Hamısı. Yəni o zaman mən Ruznamə-i Səlamda işlirdim bu hizbi düzələndə. Bunun kimlə idarə ittilaat bunları nə cür düzəltdi? Özü də rəisləri də, rəhbərləri də düşdü. İdarə ittilaatın özü idi. Buna görə ki, karigərlərin içinə girə bilsinlər, karigərləri kontrol edə bilsinlər. Əncümən İslamidən insanlar, uşaqlar Əncümən İslami Kar dedikləri şeydən qaçırdılar, uzaqlaşırdılar. Bu hizbi düzəltdilər. Bu hizbi də karigərlərin haqlarını difa eləmək üçün bu günəcən bir dənə iş görməyibdi. Bir dənə miting qoymayıb ki, niyə məsələn bizi qərardad müvəqqəti kar var. Məclis qanun keçibdi. Qərardad müvəqqəti kar 3 ay sənəsini istihdam eləməsin, 1 il istihdam eləsin, hər vaxt istəsə ötürsün, eşək qərardadı yoxdur. Bimə verməsin, plan verməsin, bəhman verməsin. Bu mütəəssifanə İranda solcu işçilər hizbi nasyonalist hizbidirlər, sağçıdırlar, sərmayedarçıdırlar. Bunu deyim. Sərmayedarın tərəfindədirlər. Dedim, mən bunların cələsələrinə də gedirdim Təbrizdə xəbərnigar olaraq. Axını Saharrahında bunların bir şeyləri vardı. Dəftərləri var. Orada gedirdim. Ərz edeyim ki, görürdük ki, elə onlar hamısı əvvələn savadsız, ikinci paniranist, üçüncü ziddi karigər bir cəmiyyətdir bu hizbilər.
Hər halda dostlar, göstərir ki, vaxtımızdan 10 saniyə qaldı. Sabahları bu bəhsi davam verərik. Sağ qalın, görüşmək üzrə, hələlik.